Salam dəyərli izləyicilər. Bugün mən sizlərə 6-cı sinif monitorinq səviyyəsində bir sınaq izahını verəcəm. Sınağımız oxuyan.az saytında yerləşdirilibdir. Sınağa başlayaq. Sınaq müddəti 1 saat 25 sualdan ibarətdir. Başlayaq birinci sual ilə. Sualda deyilir ki, məhsulun qiyməti 25% artaraq 1200 manat olubsa, məhsulun əvvəlki qiymətini tapın. Faiz bölməsindən aydın bir sualdır. Aydın məsələdir ki, məhsulun qiyməti 25% artıbdırsa, artıq yeni qiymət əvvəlki qiymətin 125% olubdur. 125% olubdur və 125% bizdə 1200-ə uyğundur. Onda 100%li qiymət, yəni əvvəlki qiymət 100% qəbul etsək, o zaman bu da x olacaqdır. Biz bu tənasibi əldə etməklə düzgün cavabı tapa bilərik. Bunun üçün 125 vur x bərabərdir 100 vurulsun 1200 götürə bilərik. Hər tərəfi 25-ə bölsək, burada 5, buradan 4 düşəcəkdir. Sonra bu 5 ilə də 1200-ü iqtisad etsək, burada 1 qalacaq. 1200-ü də 5 yerə böldüyümüzdə 240 da burada qalacaqdır. Artıq sol tərəfdə qalan qiymətimiz x-dir. Sağ tərəfdə qalan qiymətimiz isə 4 vurulsun 240-dır. Bu da 960 eləyər. Bu o deməkdir ki, bizim düzgün cavabımız olmalıdır 960. Bu da variantlarda verilibdir B variantında. Növbəti suala keçid edək. Növbəti sualımız belədir. Şagird 3 saata 60 səhifə dərs oxuya bilirsə, 1 sutkada neçə səhifə dərs oxuya bilər? 1 sutka müddətində neçə səhifə dərs oxuya bilər? Belə bir sual verilib. Bildiyimiz kimi burada şagirdin 1 sutka neçə saat olduğunu bilməsindən istifadə olunur. Bildiyimiz kimi 1 sutka bizdə 24 saatdır. 24 saatı bildirir. Onda 3 saat 60 səhifə oxuyursa, yenə də tənasib qura bilərik. 3 saata 60 səhifə oxuya bilirsə, 24 saat ərzində də x səhifə kitab oxuya biləcək. O zaman bu tənasibi əldə edərkən 3 vurulsun x bərabərdir 60 vurulsun 24-dən istifadə edə bilərik. Hər tərəfi 3-ə bölsək, burada qalacaqdır 8, burada qalacaqdır 1. 1x-ə vuranda x edər, 8-də 60-a vuranda 480 edər. Burada da alınacaqdır demək düzgün cavabımız 480. Bu da verilir variantında. Növbəti suala keçək. Növbəti sualımız isə belədir. -12-8 aralığında daxil olan ən böyük tam ədədlə ən kiçik tam ədədin cəmini istəyir. Bildiyimiz kimi mötəzən yazılış formasına görə oradakı qiymətlər tam ədədlərin daxil olmaması da ön plana çıxır. Belə ki, əgər bizə -12 ilə 8 veribdilərsə, bu açıq mötəzələr onu bildirir ki, 8 də bu ədədlər sırasına daxil deyil, -12 də daxil deyil. Bu zaman ala biləcək ən kiçik tam qiymətimiz bizdə olacaqdır -11. Ən böyük tam qiymətimiz isə olacaqdır 7. İndi şərtin sonunda bizə deyir ki, ən böyük tam ədədlə ən kiçik tam ədədin cəmini tapın. Demək, ən böyük tam ədədlə ən kiçik tam ədədin cəmini istəyir. Yəni, -11 üstəgəl 7 deyirsə, demək, düzgün cavab olmalıdır -4. Onda bu sualın da cavabı olacaqdır -4. Bu da verilibdir bizdə B variantında. Növbəti suala keçid edək. Sualımız bu formada verilibdir. Dəyişənli ifadələr bölməsinə aiddir. Tənlik qaydasından da yaza bilərik. 2 dəyişən veriliblər, amma dəyişənlərdən birinin qiyməti kənarda verilib. X-in yerində -312 olduğunu deyir. Yazaq yerinə -312 çıxılsın, y çıxılsın 1023 bərabərdir 818. Belə bir ədəd verirdilər. Deyir y-i tapın. Burada mötəzənin açılışından istifadə edə bilərik. Belə yaza bilərik ki, 1312 çıxılsın y üstəgəlsin 1023 bərabərdir 818-dir. İndi burada 1312 ilə 1023 toplandığı zaman edəcəkdir 2335
Çıx y bərabərdir 818'dir. Buradan da y tapmaq üçün 2335 ədədindən biz 818'i çıxmalıyıq. İndi bunu da çıxarkən cavabı tapa bilərik ki, demək 15'dən 8 çıxarkən 7 qalacaq. 2'dən 1'in çıxanda 1 qalacaqdır. 23'dən 8'in çıxanda 15 qalacaqdır. Onda cavab olmalıdır 1517. 1517 cavabı da verilibdir D variantı. Demək düzgün cavab olmalıdır D variantı. Növbəti suala keçid edək. Növbəti sualımız belədir. Bir üzünün perimetri 4,8 cm olan kubun həcmini tapın. Burada şagird kubun hansı formada olduğunu bilməlidir. Gəlin bir qısaca qeydini göstərək. Bildiyiniz kimi kub bütün üzləri bərabər olan düzbucaqlı parallelopipedidir. Yəni bütün üzləri kvadrat olan düzbucaqlı parallelopipediyə kub deyilir. Kubun hər bir xətti tili eyni uzunluğa bərabərdir, eyni uzunluğa malikdir. Məsələn, hər bir xətti tilini A ilə işarə etsək, bu zaman həcm düsturu A-nın kubu kimi götürülür. Hər bir üzdə kvadratı xatırlatdığı üçün bir üzünün perimetri dedikdə 4A bərabərdir 4,8 götürəcəyik. A-nın qiyməti 1,2'dir. Artıq tilini tapmışıq ki 1,2'dir. Həcmini tapmaqdan ötürü yazdığımız düstur əsasında deyə bilərik ki 1,2'nin kubu götürüləcəkdir. İndi 1,2'nin kubunu tapmaq lazımdır. 1,2'nin kvadratı vur 1,2 şəklində yaza bilərik. Bu da 144 vur 1,2 deməkdir. İndi biz kənarda 1,44'ü 1,2'ye vursak 8, 8, 2, 4, 4, 1 şəklində yazıb topladığımızda 8, 12, 1 yadda, 6, 1 yadda 7, burada da 1. Demək, kəsr hissədə 3 rəqəm olduğunu nəzərə alsaq, 1,1000'də 728 olacaqdır. 1,1000'də 728 cavabı varmı? Variantlarda bəli, C variantında verilib. Yəni, burada düzgün cavab olacaqdır C variantı. Növbəti suala keçid edə bilərik. Növbəti sualımızda deyir ki, 2 ədədin cəmi 14,5'dir. Ədədlərdən biri digərindən 3,3 qədər böyükdür. Bax, burada əsas vacib olan hissə bundan ibarətdir ki, qədər deyir. Əgər vahid deyilsə, qədər deyilsə, bu toplanmasının çıxılmasını göstərir. Əgər böyük deyirsə, toplanmasını, kiçik deyirsə, çıxılmasını göstərir. Dəfə desəydi əgər, dəfə böyük desə vurmanı, dəfə kiçik desə bölməni göstərir. İndi bizim bu sualımızda qədər deyildir. Demək, toplumu və çıxmanı ifadə edəcək bir şərtdir. 2 ədədin cəmi deyir 14,5'dir. Gəlin qəbul edək, ədədimizin biri A olsun, digəri B olsun. Bunların cəmi 14,5'dir. 14,5'dir. Deyir ki, biri digərinə 3,3 qədər böyükdür. Yəni, A-dan deyək ki, B-ni çıxıram, böyük ədəd A olsun. Böyük ədəddən kiçik ədədə çıxanda 3,3 qalır. Burada nə edə bilərik? Buradan ikinci tənlikdən, ikinci ifadədən A-nı B-nin əvəz eləyə bilərik. Yəni 3,3 üstəgəlisi B şəklində yazılır. Gətirib birincidə yerinə yazsaq, olacaqdır 3,3 üstəgələk B, üstəgəlinsin ifadənin öz B-si bərabərdir 14,5'dir. Buradan 3,3 üstəgəlinsin 2 dənə B bərabər 14,5'dir. Buradan da anlarız ki, 2B-nin qiyməti bərabərdir 14,5 çıxılsın 3,3'dür. Yəni 2B bərabərdir. 14,5'dən 3,3'ün çıxdığımızda qalacaqdır 11,2. Və buradan da B-ni rahat şəkildə tapırıq ki, B-nin qiyməti bərabərdir. Demək 5,6 olacaqdır. B-nin qiyməti 5,6'dır. Böyük ədədi istəyir. Böyük ədəd əlbəttə ki, bu 5,6 ədədən 3,3 böyük olacaqdır. 5,6'nın da üzərinə biz 5,6'nın üzərinə biz 3,3 gəldiyimizdə 8,9 cavabını alarıq ki, bu da cavablarda D variantında verilmişdir. Keçid edək növbəti suala. Növbəti sualımız 7-ci sualdır. Sual isə 2 qat bərabərsizliyə aid verilibdir. Bərabərsizliyini ödəyən NATO ədədlərin cəmini istəyir. Demək, sualın şərtini qeyd eləsək buradan, x üstəgəlsin 3 kiçikdir 10'dan
böyük bərabərdir 5-dən. 2 qat bərabərsizlikdir. Sağ tərəfdəki işarəmiz ciddini, sol tərəfdəki işarəmiz isə qeyri-ciddini bildirir. Həll üsulu nədən ibarət idi? X-in yanına X-ə nə əlavə olunubdur? 3 əlavə olunubdur. Bu zaman əlavə edilmiş ədədi qiyməti biz bərabərsin sol və sağ tərəfindən əlavə edildiyi üçün çıxırıq. Yəni geri qaytarırıq. Hər bir həddən 3 çıxdığımızda 5 çıxılsın 3, kiçik bərabərdir x üstə gəlsin 3 çıxılsın 3, kiçikdir 10 çıxılsın 3 şəklində yaza bilərik. Bax, gördüyümüz kimi burada çıx 3-ü hər bir ifadəyə, yəni həm 5-ə, həm x üstə gəlsin 3-ə, həm də ki 10-a daxil etdik. İndi bunları nəzərə alsaq, 5-dən 3-ün çıxanda qalır 2, kiçik bərabərdir x, bu da kiçikdir 7 olur. Artıq x dəyişəni 2 ilə 7 arasında qiymət alır. Və burada daxil olacaq natural ədədlərimiz kimlərdir? 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. Və bu natural ədədlərində bizdən cəmi istəyir. 2 üstəgəl, 3 üstəgəl, 4 plus 5 plus 6 şəklində yazsaq, bunu da topladığımızda 2 3 ilə 4 edər. 2 3 ilə 5 elədi, 5 üstünə 4 gəldik 9, 9-un üstünə 5 gələndə 14, 14-ün üstünə də 6 gələndə 20 cavabını almış olduq. Bir də baxaq görək, toplamada səhv etməyək. 2 ilə 3 5 elədi, bəli. Bu da 5, burada 10, 4 ilə də 6, 10 elədi, toplayanda da 20 eləyər. Düzgün cavab olacaqdır burada 20, 20 də verilibdir C variantında. Keçid edirik növbəti sualımıza. Növbəti sualımız statistikaya bölməsinə aid olan bir sualdır. Sırasının ədədi ortası 30'dur deyir. Bu sıranın medianını tapın. Statistika məlumatının toplanaraq təqdim edilmə formasıdır. Ədədi orta nə idi bəs? Ədədi orta verilmiş ədədlərin cəminin onların sayına olan nisbətidir. Median isə verilmiş ədədlərin kiçikdən böyüyə doğru düzülüşü zamanı ortadakı ədədi qiymətə bərabərdir. Əgər ədədlər cüt sayda verilibdirsə, ortada gələn iki ədədin ədədi ortası median kimi qəbul edilir. İndi gəlin biz buradakı şərtə görə n-in qiymətini ədədi ortaya görə tapaq. Çünki ədədi orta bizdə var, n-in qiymətini tapa bilərik. Ədədi ortanın şərtinə görə 18 üstə gəlinsin 15, üstə gələk n, üstə gəlinsin 22, üstə gələk 44, üstə gəlinsin 41. Bunları toplayıb saylarına, yəni 6-ya böləndə 30 alınması lazımdır. Onda buradan alınır ki, sürətdəki ədədləri topladığımızda belə bir cavab alacaq. Baxın, burada 18 ilə 22 40-ı tamamlayır bizdə. 44 ilə 41 85 elədi. Bax, burada 40, burada 85 elədi 125. Üzərinə də 15 gələndə elədi 140. Demək 140 üstə gəlinsin n. Görək, düzmü oldu. Bax, burada 44 ilə 41 elədi 85. Kənarda da yazıram 85. 18 ilə də 22 elədi 40. Elədi 125. Üzərinə də bu 15'i gəldiyimizdə bəli, eləcə də 140. 140 üstə gəlsin n bərabərdir. 30 vurulsun 6, 180'a. Buradan da anlar ki, n-in qiyməti bərabərdir 40'a. N-i tapdıq. İndi n-i tapdıqdan sonra ədədləri kiçikdən böyüyə doğru düzürük. Ən kiçik ədədimiz 15'dir. Sonra 18 gəlir. Sonra 20 gəlir. Sonra 40 gələcək. Sonra 41 gələcək. Sonra da 44 gələcəkdir. Gördüyümüz kimi ədədlər cüt saydadır. Ortadakı iki ədədimiz 20 ilə 40'dır. Biz median axtarırıqsa, onda demişdik ki, ortada gələn iki ədədin ədədi ortası median olacaqdır. Bu da bizdə eləyəcəkdir 30. Demək, düzgün cavabımız onda burada olmalıdır. Neçə? 30. Bir də şərtə diqqətlə baxaq. Cavablarda yoxdur çünki səhv etməmiş olaq. Bax, demək, bizə demişdik ki, sırasının ədədi ortası 30'dur. Bizdə də bu sıranın medianını tapın deyə sual verib. Suala bir də yanaşmasına baxaq. Demək, 18, 15, 22, 44, 41. Topladıq bunları. 18 ilə 22 bizə 40 verdi. 44 ilə 41 bizə verdi 85. 85 ilə 40 elədi 125. Üstədə 15 gəldi 140 elədi. N-in qiymətini 40 tapdıq. N-in qiyməti 40 tapıldı.
Bu sıranın medianını tapın deyir. Median da tapanda demek burada düzgün cevabımız bəli 15, 18, 20, 40, 41, 44. Bəli 20 ilə 40'ı toplayanda 60 edir. 2 əlbəndə 30 düşməsi lazımdır. 30 variantlarda yoxdur. Yəqin ki çox böyük ehtimal səhv düşübdür. Burada düzgün cavab olacaqdır 30. Bu sıranın bizden medianını istemişti. Biz dəqiqə üzrü sayın. Demək burada biz bir yerde səhv etmişik. Öz səhvimizi düzəldək. Ondan sonra burada 20 yazmışıq. 20 değil axı burada 22'dir. Üzrü sayın. Demək orada diqqətli olmamışıq. Demək 15 gəlir, 18 gəlir, 22 gəlir, 22 gəlir. Sonra gəldi bizdə 40, sonra gəldi 41, sonra gəldi 44. Bəli, demək buradakı median taparkən 22 ilə biz medianı taparkən 22 ilə 40 ədədinin cəminin yarısını götürəcək. Bu da edəcəkdir 31. Bəli, 31 cavablarda var. Demək bu sualda düzgün cavab olacaqdır 31. 31 cevabı da veriliptir A variantında. Növbəti sualımız ölçüləri 6 cm, 9 cm və 11 cm olan düz bucaqlı parlapetin səthinin sahəsini istəyir bizdən. Prizmalar bölməsinə aid olan bir sualdır. İmtahanda hər zaman istifadə edilir. Demək ölçüləri 6, 9, 11 olan düzbucaqlı parlapetin səthinin sahəsi. Səthinin sözünün mənası elə tam səthinin sahəsi ilə eynidir. Bildiyiniz kimi düzbucaqlı parlapetdə 3 xəttli ölçü var. Eni, en var, uzunluq var və hündürlük var. Bunların birini A, birini B, birini C ilə işarə etdiyimizdə tam səthinin sahə düsturu 2 vurulsun A vur B, üstə gəlsin A vurulsun C, üstə gəlsin B vurulsun C şəklində göstərilə bilir. İndi bu uzunluqların birini A ilə, birini B, birini də C ilə işarə etsək, A olsun, B olsun, bu da C olsun. Gətirib bu düsturda yerini yazacaq, düzgün cavabı da tapmış olacaq. S tam bərabər olacaqdır. 2 vurulsun, 6 vur 9, üstə gəl 6 vur 11, üstə gəl 9 vur 11 şəklində yaza bilərik. Bu da 2 vurulsun 54, üstə gəlsin 66, üstə gəlsin 99. Bərabərdir. 2 vurulsun. 54 ilə 66 toplandıqda bizdə 120 eləyər. 120-nin də üzərinə 99 gələndə 219 eləyər. 219-un da 2 misli 438 edəcəkdir ki, bu da variantlarda B variantında verilmiş olacaq. Növbəti sualımız 10-cu sualdır. 10-cu sualda faizə aid sual veriblər. Sualsa belədir. 45 kiloqramın 60 faizi 120 kiloqram 15 faizinin cəmi neçə kiloqramdır? Sualın qoyuluşunda biraz qəribə var. Demək 45 kiloqram 60 faizi ilə 120 kiloqram 15 faizinin cəmi neçə kiloqramdır? Onu soruşur. Yəni biz əslində 45'in 60 faizini tapmalıyıq. Bunda üzərinə gəlməliyik 120'nin 15 faizini gəlməliyik. Alınacaq cevabımız düzgün cevap olacaqdır. Demək 45 vurulsun 60 bölünsün 100 götürdük. Üstə gəlinsin bu da 120 vurulsun 15 bölünsün 100 şeklində yazaq. Burada sıfırların birini silək. Buradan da bir sıfırı silək. Demək burada olacaqdır 45 vur 6 270 eləyəcək. Bölünsün 10. Üstə gəlsin bu da 12 vur 15 eləyəcəkdir 180 bölünsün 10. Bu da bərabərdir. Buradan 27 qalır. Buradan da 18 qalır. Toplayanda eləyəcəkdir 45. Demək düzgün cavab olmalıdır 45. Bu da verilibdir B variantında. Növbəti sualımız 11-ci sualdır. 11 nömrəli sualda deyilir ki 35 dənə ardıcıl tək natural ədədin ən böyüyü 9999'dur. Bu ədədlərin ən kiçiyi ilə 3575'in cəmini tapın. 35 dənə ardıcıl tək natural ədəd var. Bu ədədlərin ən böyüyü, deyək ki, ən böyüyü desək, ən sağda yazırıq. 9999'dur.
35 dənədir. Yəni 35-ci ədəd budur. 35-ci sırada bu dayanır. Tək ədəddirsə bundan əvvəlki kimi olacaqdır. 9, 9, 9, 7 şəklində olur. 34-cü ədəddir. İndi bu formada davam edərək keçsə bir dənəsində kiçik qeyd edək. Demək 9, 9, 9, 5 şəklində yazdık. Bax, bu oldu 35-ci ədəd. Bu oldu 34-cü ədəd. Bu oldu 33-cü ədəd. Fikir versək görərik ki, 35-ci ədəd ilə 33-cü ədəd arasında 4 vahid məsafə var. 4 vahid məsafə var. Hədlərin indeksləri arasında isə 2 vahid məsafə var. İndi mən bu formada davam edib geçsəm, gəlib buradan 30-cu həddi tapmaq istəyirəmsə, və 30-cu həddi yazmaq istəyirəmsə, aradakı məsafəyə baxacam. Aradakı məsafəm nə qədərdir? Fikir verək. Aradakı məsafə 5 vahiddir. İndekslərdən söhbət gedir. 35-ci həddən 30-cu həddin arasındakı hədd sayından söhbət gedir. 5 hədd var. İndi hər 5 həddi də 2-yə vuracam. Çünki 2 vahid məsafədə yerləşəcək. Bu zaman 10 vahid kəm olacaqdır. Onda buradakı olmalıdır. 9, 9, 89. Belə bir qiymət olmalıdır. Bax, qeyd edə bilərsiniz. 33-cüdür. 32-cisi neçə olacaqdır? 32-ci ədədimiz olacaqdır. 9, 9, 9, 3 olacaqdır. 31-ci olacaqdır bizdə 9, 9, 9, 1 olacaqdır. 2 vahid, 2 vahid azalacaq. 30-cusu da olacaqdır. Bunda 2 vahid azalacaqdır. 9, 9, 8, 9. Gördüyümüz kimi bu formada olur. Onda biz birinci ədədi tapmaq istəyiriksə, 35-dən birini çıxırıq, qalır neçə? Qalır 34. Hər arasında məsafə 2 olduğu üçün onda bizim 9, 9, 9, 9 ədədindən biz çıxmalıyıq. 2 vur 34'ü. Bu da bərabər olacaqdır. 9, 9, 9, 9. Yəni 9999-dan çıxacaq 68'in. Çıxanda neçəsi qalacaqsa bu birinci yerdə olan ədəd olacaqdır. Demək qaldı burada 1. 9'dan 6'sını çıxdıq qaldı 3. Burada qaldı 9, 9. Yəni 9931 elədi. Demək bu ədədlərdən ən kiçiyi oldu 9931. Bu ən kiçik ədədi ilə 3575 ədədin cəmini istəyir. Bunları da götürüb toplasaq 6, 0, 14. Bir yadda 15, 12, bir yadda da 13. 13506 eləməsi lazımdır. 13506 cavabı da verilibdir C variantında. Yaxşı sual idi. Növbəti suala keçid edək. Növbəti sualımızda belə bir bərabərlik veribdilər. Deyir ki, A çıxılsın 819 ədədi 1001'ə bərabərdir. Bunu həll edib A-nı tapa bilirik rahat bir şəkildə. Bir deyək ki, burada 1001 üstəgənsə 819'dur. İndi buradan A-nın qiymətini rahat şəkildə tapırıq ki, neçədir? 1820'dir. Çünki 1001'in üzərində 819 gəndə 1820 edəcəkdir. İkinci şərtə baxdığımızda, ikinci şərtimizdə bizə deyir ki, demək A-nın qiyməti nə qədər oldu? Təyin etdik onu. Demək A-nın qiyməti oldu 1820. B-nin qiyməti tapmaq üçün B üstəgənsin 617 bərabərdir 1001 götürürük. Buradan da B-ni tapmaqdan ötürü 1001'dən çıxırıq 617'sin. Bu da B bərabərdir. Onluqları ayıraraq gətirsək 11'dən 7'sini çıxanda 4 qalar. 9'dan 1'ini çıxanda 8 qalar. 9'dan 6'sını çıxanda qalacaqdır 3. 384 elədi. İndi burada A ədədindən B ədədinin cəmini istəyir. Yəni 1820'nin üzərinə biz 384'ü gəlməliyik. Bu da 4, 0, 1 yadda, 11, 12. Bu da 2 edəcəkdir. Çünki bir də yadda var 2. Demək 2204 etməsi lazımdır. 2204 cavabı varmı? Var A variantında. Növbəti sualımız 13-cü sualdır. 13 nömrəli sualda belə bir qiymət verilibdir. Yazır ki 4'də 3 kəsirim. Üstə gəlsin 5'də 4 kəsiri bərabərdir. A tam onda B
kəsirinə bərabərdir. Bu şərt daxilində A-nın və B-nin qiymətlərini toplayıb oradan da 20,2-ni çıxmaq lazımdır. Demək ki, onluq kəsrə keçid etmək lazımdır. Bilirsiniz ki, məxrəci 4 olan adi kəsrləri onluq kəsrə çevirmək üçün 25-ə vurmaq lazımdır. Məxrəcinə 5 olan adi kəsrləri onluq kəsrə çevirmək üçün isə 2-yə vurmaq lazımdır. Demək, bu olacaqdır %75, üstəgəlsin bu da olacaqdır 10,8. Bu 0,75 deməkdir. Bu da ki 0,8 deməkdir. Bunları biz topladığımızda 1,55 cavabını alarıq. Bu da ki A tam 10'da B deməkdir. Tam hissənin yerində tam hissə dayanıb, yəni A-nın yerində 1 dayanıb, kəsir hissəmizdə bizdə B-nin də qiyməti 55'ə bərabər götürülür. Bu misalda A-nın yerinə 1 yazırıq, B-nin yerinə 55 yazırıq. Oradan da çıxırıq 23,2'ni. Yəni 56'dan biz çıxırıq 23,2. 56'dan 23,2 çıxdığımızda qalacaqdır. Demək, burada neçə? 32,8 qalacaqdır. 32,8 cavabı da verilibdir D variantında. Növbəti suala keçid edirik. Növbəti sualımız belədir. Bölünən deyir 617, bölən 25, qalıq 17 olsa natamam qismət tapın. Qalıqlı bölmənin düsturuna görə deyək ki, A ədədini B ədədinə bölmüşük, C qismətdə düşüb, R-də qalıq qalıb. Bölünən A-dır, bölən B-dir, qismət C-dir, R-də qalıqdır. Bölünəni tapmaqdan ötürü nə edirdik? Böləni qismətə vurub üzərinə qalığı gəlirdik. Demək, 617 onda bərabər olacaqdır. Bölən 25'dir. Qisməti bilmirik, qalıqdakı 17'dir. Onda buradan 25 dənə C bərabərdir. 617 çıxılsın 17 olur. 25 C bərabər olacaqdır 600. Burada da C'nin qiymət tapmaq üçün 600'ü bölürük 25'ə. 600 ədədini 25'ə bölsək, demək bizdə düşəcək neçə dəfə? Və düşəcəkdir, demək 16 dəfə mi? Gəlin baxaq görək. 600'ü götürüb böyle 25'ə. 2 dəfə düşəcəkdir 50, 01, 100, 24 dəfə düşəcəkdir. Bəli, 24 dəfə. 16 çox kiçik olur, 24 dəfə düşər. 24 cavabı da verilibdir E variantında. Növbəti suala keçid edək. Növbəti sualımız 15-ci sualdır. 32 dəqiqələ vaxtımız var. Belə bir xətti tənlik verirdilər. Deyir ki, 4x'i tapmaq lazımdır. 4x tapmaq üçün bildiyimiz kimi 5597 ədəddən bir çıxmalıyıq 69'un. Sadə bir tənlikdir. 4x bərabərdir. Çıxdığımız zaman 17'dən 9'unu çıxarıq qalar 8'i, 8'dən 6'ını çıxarıq qalar 2'si. Burada da 5, 5 öz yerində qalır. Buradan x'i tapmaq üçün 5528 ədədini 4'ə bölürük. X də bərabərdir. 5528 ədədini biz 4'ə götürüb ölsək 1 dəfə 4, 15'in tərkibində 4, 3 dəfə 12, 32'nin tərkibində 8 dəfə 32, çıxdıq 8 gəlir aşağı, burada da 2 də 1382 elədi. 1382 cavabı tapmış olduq. Amma sualda bizə deyir ki, tənliyin kökü, yəni bu 1382 ədədi hansı yuvarlaq ədədə daha yaxındır? Gördüyümüz kimi bunların hər ikisinin hər bir cavablarda sonda 2 dənə sıfır var. Bu o deməkdir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırıb. Yəni biz 1382 ədədini yüzlüklərinə qədər yuvarlaqlaşdırsaq neçə alarıq? Əlbəttə ki, 1400 alarıq. Onda düzgün cavabımız olmalıdır 1400. Bu da B variantında verilmişdi. Növbəti suala keçid edək. Uyğun tərəfləri perpendikular olan bucaqlar 1-2 nisbətindədir. Sizlər bilirsiniz ki, uyğun tərəfləri paralel və perpendikular olan bucaqlar əgər eyni adlı bucaqlardırsa, dərəcə ölçüləri bərabərdir. Müxtəlif adlı bucaqlardırsa, dərəcə ölçülərinin cəmi 180 dərəcədir. Əgər bucaqların nisbəti fərqli formada verilibdirsə, fərqli ədədlərdən ibarətdir. Bu o deməkdir ki, onların cəmi 180 dərəcədir. Məsələn, bucağın birini x, birini y götürsək, onları toplayanda neçə eləyəcəkdir? 180 eləyəcəkdir. İndi daha yaxşı bildiyiniz bir anlayış daha var ki,
ədədin verilmiş ədədlərlə düzmü tanıtıcıya bölünməsi. İndi 1-2 nisbətində verilirsə, demək ki, bucaqların cəmi 180-də böləcəyik bu nisbətlərin cəminə. Bizdən böyük istədiyi üçün böyük nisbət kimdirsə ona vuracaq. Yəni, böyük ədəd 2-dir burada, nisbəti göstərən, demək 2-yə vuracaq. 180-də böldük 3-ə vuruq 2-yə. Bu da 60 vur 2 edəcəkdir 120. Demək, burada da düzgün cavab 120 olmalıdır. Bu da verilibdir D variantında. Növbəti suala keçid edək. Növbəti sualımız 17-ci sual əbuba aiddir. Əbub daxili bir ifadə verdilər. Demək, 24, 48, 72 ədədlərin əbubunun üzərinə 5 gəlməliyik. Fikir versəniz görəsiniz ki, burada 24, 48, 72 ədədi hər biri 24-ün bölünənidir. Onda 24 bunların bölənidirsə, demək bunların əbubu nəyə bərabər olacaqdır? 24-ə bərabər olacaqdır. Onda bu ifadənin cavabı 24 üstə gələk 5 eləməlidir 29. 29 cavabı da bizdə verilibdir B variantında. Növbəti sualımız 18-ci sualdır. 18 nömrəli sualda deyilir ki, rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə. Gördüyümüz bu rəqəmlərin hərəsindən bir dəfə istifadə etmək. Yazılan ən böyük 6 rəqəmli ədəd. Ən böyük 6 rəqəmli ədəd ən böyük rəqəmlə başlayacaq. Demək, burada ən böyük rəqəm 9-dur. Sonra 8 gələcək. Sonra 7, sonra 6, sonra 5, sonra 3. Minliklərinə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük, minlik yuvarlaqlaşdırsaq 98 öz yerində qalar. 7-dən sonra 6 gəldiyi üçün 7 bir vahid artar və yerdə qalan ədədlər sıfırlar əvəz olunur. Bu da 988 min edir ki, o da bizə verilibdir A variantında. Növbəti sualımız 19-cu sualdır. 8-də 3 metrin 5-də 3 hissəsi neçə millimetrdir? Burada uzunluq vahidlərini bilmək lazımdır. 1 metrimiz bildiyiniz kimi 1000 millimetrdir. Onda 8-də 3 metrimizi millimetr çevirməkdən ötürü 8-də 3'ü vuruq 1000'ə. 1000'ə vururuq, 1000 millimetrə vuraq. Bu da bizdə eləyəcəkdir. 3 vurulsun 125 millimetr. Bu da ki 375 millimetr olacaqdır. İndi bu 375 millimetrin də 5'də 3 hissəsini istəyir. Ədədin hissəsini tapma qaydasına görə ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Və ya ədədi hissə göstərmiş ədədin məxrəcinə bölüb sürətinə vurmaq lazımdır. İndi 375'i biz götürüb vuracaq 5'də 3'ə. 5'dən 375'e ixtisar gedəndə 1 burada, 75 də burada qalır. 75 vurulsun 3 cavabı da bizdə verəcəkdir. 225 cavabını. 225 millimetr cavabı da verilibdir A variantında. Demək burada düzgün cavab olacaqdır A variantı. Növbəti sualımız 20-ci sualdır. İki tərəfin uzunluğu 18 cm və 15 cm olan üç bucağın perimetrinin ən böyük tam qiymətini tapın. Perimetr üçün belə bir maraqlı düsturumuz var. Üçbucağın tərəfləri arasındakı əlaqədir. Üçbucaq bərabərsizliyi deyirik biz buna. Bildiyiniz kimi üçbucağın hər hansı bir tərəfi digər iki tərəfinin cəmindən kiçik, fərqinin modundan isə hər zaman böyük olması lazımdır. Məsələn, bizə belə bir üçbucaq verirdi ki, digər tərəfləri 18-dən 15-dir. Üçüncü tərəf haqqında heç bir anlayışımız yoxdur. Üçüncü tərəf onda kiçikdir. Üçüncü tərəfimiz x kiçikdir kimdən? Bu tərəflərin cəmindən. Yəni 18-dən 15-in cəmindən. Yəni böyük olacaqdır nədən? 18 çıxılsın 15-dən. X kiçik olacaqdır demək 33-dən, böyük olacaqdır 3-dən. İndi perimetrin ən böyük qiyməti olması istəyirəmsə, demək bu x ən böyük qiymətini almalıdır. Özü tam qiymətini alması lazımdır. 33-dən kiçik ən böyük tam ədəd neçədir? Əlbəttə ki 32-dir. Demək bu üçbucağın, tərəfləri 18-15 olan üçbucağın digər üçüncü tərəfin ala biləcəyi ən böyük qiymət 32-dir. Bu zaman perimetrin qiyməti bizdə olacaqdır 18 üstə gələk 15 üstə gəlinsin 32. Bu da bizdə cavablarda verilibdir 65 formasında. 65. Belə bir düsturumuz daha var. Onu da göstərərik. Ondan da yazaq. Görək necə olacaqdır orada.
Əgər üçbucaq tərəfləri verilibdirsə bizə, deyək ki, məsələn 18 vermişdi, 15 vermişdi. Üçüncü tərəf haqqında yox, perimetr üçün belə bir üstünlüyümüz var. 2 vurulsun 18 üstə gəlsin 15 böyükdür. 18 üstə gəlsin 15 çıxılsın, demək üstə gəlsin, daha doğrusu üstə gəlsin 18 çıxılsın 15 şəklində yazılır. Demək perimetr kiçik olacaqdır, onda 2 vurulsun 33-dən böyük olacaqdır. 33 üstə gəlinsin 3-dən. Yəni perimetr kiçikdir 66, böyükdür 36. Burada da alabiləcək perimetrin alabiləcək qiyməti 66-dan kiçik, ən böyük qiymətimiz əlbəttə ki 65 olacaqdır. Bu formada da yaza bilərik. Burada üçbucaq bərabərsizliyindən istifadə olunur. Demək düzgün cavab olacaqdır 65. Növbəti sualımız belədir. Hansı koordinat cütü 3x-1 funksiyasına uyğun deyil? Bildiyiniz kimi nöqtənin funksiyanın qrafikdə aid olma anlayışı ondan ibarətdir ki, nöqtənin birinci koordinatı, yəni absisin qiymətini yerinə yazanda, nöqtənin ikinci koordinatı, yəni y-in qiyməti ödənməsi lazımdır. Burada yoxlanır üsulundan istifadə edəcəyik. Deyək ki, 1-2 nöqtəsini yoxlayırıq. 1-2 nöqtəsini biz funksiyada yoxlayarkən y bərabərdir 3 vurulsun 1 çıx 1 deyirik. 3 çıx 1 bərabərdir nə alınır? 2. Bu əlbəttə ki 1 verəndə 2 alındı. Demək ki ödəyir. Bizə ödəyənlər lazım deyil. Ona görə də A variantı cavabdır. Biz çünki doğru olmayan axtarırıq. B variantına baxanda 3, 8 verirdilər. Burada da yoxlama prinsipindən geçsək y bərabərdir 3 vur 3 çıx 1. Bu da elədi 8. Bu da ödədi. Ödəyən bizə lazım olmadığı üçün bunu da cavab kimi götürmürük. 4 10'u yoxlayaq. 4 10. Demək y bərabərdir 3 vurulsun 4 çıxılsın 1. Bu da 12 çıx 1 elədi 11. Aha 11 fərqli oldu ondan. Demək ödəmədi. Ödəmədiyi üçün düzgün cavab bizdə olacaqdır. C variantı. Növbəti suala keçid edək. Növbəti sualımız zəri bir dəfə atdıqda zər məsələsi gördüyümüz halda ehtimal yadımıza düşür. Zəri bir dəfə atdıqda düşən xalın 4-dən çox olması hadisəsinin ehtimalını tapın. Bilirsiniz ki, zərin üzərində bir zər atıldığı üçün üzərinə düşə biləcək xallar ya 1 olacaq, ya 2, ya 3, ya 4, ya 5, ya da 6 da bundan fərqli bir qiymət ola bilməz. Düşən xalın 4-dən çox olması. 4-dən çox deyilsə demək ki 1, 2, 3 deyil. 4-dən çox deyilsə 4 də deyil. 4-dən çox neçə dənə ədəd var burada? 2 dənəsi var, 5 və 6 halı mümkündür. Bu bizdə olur əlverişli halların sayı. Əlverişli hallar sayı. Əlverişli hallarımızın sayı 2'dir. Bir də hadisənin ehtimal tapmaq üçün bütün hallar sayı var. Bütün halların sayı zərin üzlərinin sayıdır. Neçə üzü var idi? 1, 2, 3, 4, 5, 6 dənə üzü var idi. Hadisə ehtimalının klassik tərifinə görə əlverişli hallar sayının bütün hallar sayına olan nisbəti ehtimala bərabərdir. Yəni 2'nin 6'ya nisbəti ixtisardan sonra qalacaqdır 3'də 1, yəni 1'in 3'ə nisbəti. Demək düzgün cavabımız olacaqdır 3'də 1, bu da verilibdir D variantında. Növbəti sualımız 23-cü sualdır. 23 nömrəli sualda 1/5'də 2 üstə gəlir 3/4'də 1 cəmini 10'da-birlərə qədər yuvarlaqlaşdırdıq da. Demək 10'da-birlərə qədər deyirsə onu kəsrə çevirib ondan sonra toplamaq daha səmərəlidir. 1/5'də 2 üstə gəlsin 3/4'də 1. Demək məxrəci 5 olan adi kəsləri 10'u kəsə çevirmək üçün 2'yə, 4 onlarda 25'ə vururduq. Onda 1/10'da 4 üstə gəl 3/100'də 25 olur. Toplayanda 1,4 yəni 1/4 üstə gəl 3,25 yəni 3/125. Və bunlar da toplananda 4/65 eləyir. Demək biz də tapdıq 4/65 cavabını. Bunda deyir ki 10'da-birlərə qədər. 10'da-1 mərtəbəsini qeyd edirik. Yuvarlaqlaşdırdığımızda 4/7 cavabını almış olurduq ki bu da verilibdir D variantında. Növbəti sualımız 24-cü sualdır. EBOB A12 4'ə bərabərdir. Əkob A12'nin qiyməti 48'ə bərabərdir. 6-cı set dərsində bilirsiniz ki, eyni natur ədədlərin EBOB-unun əkobuna hasili ilə həmin ədədlərin hasilinə bərabərdir. Onda mən bunları yaza bilərəm ki, A vurulsun 12'nin qiyməti elə 4 vurulsun 48'ə bərabərdir.
12 ilə 48 ixtisar etsək, burada 4, burada 1 qalacaq. A da bərabərdir 16 olacaqdır. Bizdən də A-nı istəyirdi. Cavab olacaq 16. Bu da verilibdir E variantında. Növbəti sualımız 25-ci sualdır. Sualımıza da baxaq. 25 nömrəli sualda deyir ki, 120 ədədin natural bölünənlərinin sayı ilə sadə vurğularının sayı hansı variantda düzgün göstərilib? %20 ədədin natural bölünənlərin sayı ilə sadə vurğuların sayı hansı variantda düzgün göstərilib? 120 ədədinin natural bölünənlərin sayı tapmaq üçün ədədi vurğularını ayırmaq lazımdır. Biz bunu vurğularını ayırsaq 2-yə bölünəcək 60, 2-yə bölünəcək 30, 2-yə bölünəndə 15, 3-ə bölünər 5, 5, 5-ə 1. Demək 2-dən 3 dənə, 3-dən 1 dənə, 5-dən də 1 dənə var. Demək burada natural bölünən sayı tapanda, yəni n sayı tapdığımızda biz belə eləyirdik. Hər bir sadə vurğun qüvvət üstünü 1 vahid artırırdıq. Qüvvət üstünü 1 vahid artırırdıq. Və hasilini tapırdıq. 4 vur 2 vur 2. Bu da bizə verəcəkdir 16. Demək, natural bölünən sayı 16 imiş. Və bir də sadə vurğularının sayını istəyir. Sadə vurğularının sayı deyəndə qüvvət üstlərini götürüb toplayırdıq. Sadə vurğuların sayı deyəndə qüvvət üstlərini cəmi götürür. Yəni 3 plus 1 plus 1 bu da deyəcəkdir 5. Və 5. Bu cavabı axtarırıq. 16 və 5 cavabı bu da verilibdir B variantında. Suallara bir-bir nəzər yetirək. Hı -hı. 23-cü sualımızda biz deyəsən tam axıra kimi yazmadıq. Bir də diqqətlə baxaq. Deyir ki, alınan ədədi ilə, bəli, cümlənin sonuna fikir verməmişik. Alınan ədədi ilə ən kiçik sadə ədədin cəmini istəyir burada. Aha. Demək biz 4,7 almışdıq. Burada da ən kiçik sadə ədədimiz də bildiyiniz kimi 2-dir. Toplayanda 6,7 eləyəcək. Bəli, burada düzgün cavab olmalıdır. 6,7. Biraz diqqətsizlik etdik burada. Bütün suallar bu qədər idi. Bitirib vururuq. Və maksimum nəticə. Hər birinizə uğurlar arzulayıram. İnşallah monitoring imtahanında sizlərin də qarşınıza bu səviyyədə suallar çıxar. Hər biriniz yüksək nəticələr toplayarsınız. Hər birinizə uğurlar, bol şans. Sağ olun.